Hal-hazırda acımışıq və gedirik marketə, Dubayda, Marinada. Market qiymətləri ilə sizə də tanış eləyəcək. Burada 37 dirhəmə, 22 dirhəm, 25 dirhəm, 30 dirhəm arasında sushi rollar var. Artıq qarpızın sezonudur burada. Qarpız sevənlər Dubaya gəlib novbahar eləyə bilər. Burada balıqların kilosu 52 dirhəm, 50 dirhəm, 57, 25 fərqli qiymətlərdə dəyişir. Soğanın kilosu 9 dirhəm, hardasa eləyir 4 manat 50 qəpik. Kartoşka isə 1 manat 50 qəpikdir kilosu, 3 dirhəm. Marinada 12 dirhəmədir pomidorun kilosu, o da eləyir 6 manat. Dubayda ən çox sevdiyim isə hazır meyvələrin olmasıdır. Yəni, qarpızı novbahar eləyəcəm, mütləq qalıb, özü soyuq. Qıdalı yağı isə bizim pulla eləyir burada 8 manat. Amma fərqli qiymətə var, 16 dirhəm, 30 dirhəm. Yəni, marketin içərisində belə bir yerin olmağı da çox gözəldir. Bu da burada işləyir. Marketin içərisində belə bir kofe shop var. Gəldiyi nəsə alaq yeyək.